Tibb sahəsində tətbiq olunan rəqəmsallaşma ilə bağlı müzakirələr aparıldı. Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal tibb 4.0 problemlər, imkanlar və perspektivlər mövzusunda 2-ci Respublika Elmi Praktiki konfransı keçirildi. Tədbirdə tibb sahəsindəki rəqəmsallaşma ilə bağlı müzakirələr aparıldı. Tədbirdə Səhiyyə Nazirliyi, Milli Məclisin Səhiyyə Komitəsi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universiteti, İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti və Biofizika İnstitutunun rəhbərləri, Azərbaycan Milli Elmlər Akademiyasının, eləcə də Elm və Təhsil Nazirliyinin elmi tədqiqat institutlarının alim və mütəxəssisləri iştirak etdilər. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev açdı. O, konfransın keçirilməsinin məqsədi ilə bağlı məlumat verdi. Akademik qeyd etdi ki, məqsəd rəqəmsal transformasiya şəraitində Azərbaycanda generasiya olunan böyük həcmli rəqəmsal səhiyyə və tibb məlumatlarının toplanması, emalı və mübadiləsi, süni intellekt texnologiyaları əsasında müxtəlif təyinatlı tibbi informasiya sistemlərinin yaradılması və tətbiqi, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, tibbi biliklərə əlçatanlığın artırılması, pasiyentlərin məmnunluğunun təmin edilməsi, əsaslandırılmış həkim qərarlarının qəbulu prosesində meydana gələn bir çox məsələlərin elmi müstəvidə həlli zərurətinə diqqətin artırılmasının təşkilindən ibarətdir. Tədbirdə sonra Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova və Səhiyyə Nazirinin müşaviri Rüfət Hacı Əlibəyov çıxış etdilər. Natiqlər tibb sahəsində rəqəmsallaşma ilə bağlı tətbiq olunan texnologiyalardan və bu yeniliklərin tibbi xidmətin keyfiyyətinin artırılmasına verdiyi töhfələrdən söz açdılar. Sonra isə Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru Professor Nazim Pənahov, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Professor Nazim Qasımov, Azərbaycan Texniki Universitetinin prorektoru Professor Nurəli Yusifbəyli, Milli Onkologiya Mərkəzinin molekulyar bioloqu, tibb üzrə fəlsəfə doktoru Leyla xanım Məlikova, Biofizika İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Oqtay Qasımov, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdürü, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məsumə Məmmədova, Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi Xəstəliklər Kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nuru Bayramov çıxış etdilər. Natiqlər konfransın rəqəmsal tibbin elmi nəzəri və praktiki problemlərin həlli üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər. Konfrans işini rəqəmsal tibbin formalaşmasının elmi nəzəri problemləri və tibbdə rəqəmsal texnologiyaların tətbiqinin elmi praktiki problemləri adlı seksiya iclasları ilə davam etdirdi. Mətanət Əliyeva, Oqtay Rəhməqoğlu, TV1.